Bu il birinci cəhd imtahanından sonra informatikadan qəbula düşən 28 nömrəli tapşırıq, blok sxem qurma tapşırığı ilə bağlı çoxlu mesajlar aldım. Yəqin ki, bu mesajların sayı ondan çox idi və mesajlarda abituriyentlər qeyd edirdilər ki, blok sxem tapşırığını düz yazmalarına baxmayaraq, Dövlət İmtahan Mərkəzi tərəfindən qiymətləndirmə zamanı onlara tam bal verilməyib, yarım bal verilib və ya ümumiyyətlə bal verilməyib və əsas olaraq onu da göstərirdilər ki, ola bilsin ki, onlar dövrü quranda altıbucaqlıdan istifadə ediblər, balları ona görə kəsilib. Bildiyiniz kimi, mənim YouTube kanalımda bir çox videolar var blok sxemlərin qurulması ilə bağlı, alqoritm ilə bağlı və mən orada adətən dövrləri quran zaman altıbucaqlı üzərindən göstərmişəm. İstifadə etdiyim xüsusi bir proqram var, Flowalgoritm adında. O proqramda dövrü quran zaman altıbucaqlıdan istifadə etmişəm. Ona görə də abituriyentlər mənə yazırdılar ki, bəs niyə görə biz altıbucaqlıdan istifadə etdiyimizə görə bizim balımız kəsildi? Mən onların hər birinə ayrı-ayrılıqda cavab yazdım ki, altıbucaqlıya görə sizdən bal kəsilə bilməz. Əgər həqiqətən düz yazdığınıza əminsinizsə, mütləq şəkildə apellyasiyaya müraciət etmək lazımdır. Əgər blok sxem düz qurulubsa, apellyasiyadan sonra sizə tam bal veriləcək. Bilmirəm, sonradan proses necə oldu? Bəziləri mənə yazdılar ki, apellyasiyadan sonra balları artırıldı. Bəziləri isə yazdılar ki, apellyasiyaya vermələrinə baxmayaraq, onların balları artırılmadı. Ola bilər ki, başqa səhvlər olub, amma ümumiyyətlə siz dövrü həm ROM vasitəsilə, həm də altıbucaqlı vasitəsilə qura bilərsiniz. Gəlin indi ekranı sizinlə paylaşım və hansı sualdan söhbət gedir, onu nəzərdən keçirək. Deməli, sualın şərtini yuxarı hissədə görürsünüz. Daxil edilmiş n sayda x tam ədədi üçün y funksiyasının qiymətini hesablayıb, alınan qiymətlərdən 60-dan böyük olanların cəmini çıxışa verilən alqoritmin blok sxemini qurun. Burada 2 dənə həll nümunəsi qoymuşam, hansı ki, bunu mənə abituriyentlər şəkil olaraq göndərmişdilər ki, biz bu formada qurmuşuq, amma bizə tam bal verilməyib. Baxın, aşağıda da görürsünüz blok sxemi. Əgər x daxil edilmiş x ədədi 75-dən böyükdürsə, o zaman 2x çıxılsın 56-nı hesablayıb y-ə vermək lazımdır. Əks halda isə 10x plus 7-ni hesaplamaq və y-ə mənimsətmək lazımdır. Daha sonra y-in qiyməti şərtə görə 60-dan böyükdürsə, toplama aparmaq lazımdır. Baxın, burada 2 dənə şəkil görürsünüz. Şərti olaraq sol tərəfdə olanı 1 nömrə, sağ tərəfdə olanı 2 nömrə adlandıracağam. 1 nömrəli tapşırığa baxırıq, n daxil edilir, dövr qurulur, S0 götürülüb gördüyünüz kimi, n-in 0-dan böyük olduğu halda dövrə daxil olur şagird, abituriyent və x-i daxil edir. Şərtə uyğun olaraq x böyükdür 75 hissəsində qolunda hər tərəfə baxın. 2x çıxılsın 56-nı burada hesablayır. Sol tərəfdə 10x plus 7-ni hesablayır. Bundan sonra y-in qiyməti şərtə uyğun olaraq 60-dan böyükdürsə s bərabərdir s plus y cəmi hesablanır. Dövrdən çıxmaq üçün n-1 yazılır və daha sonra dövr bitəndən sonra isə s çap olunur, daha sonra da son yazılıb. Burada mən ümumi olaraq blok sxemə baxdım, heç bir səhv görə bilmədim. Bu blok sxemi bu şəkildə yazan abituriyentə də yazmışdım ki, mən səhv görə bilmədim. Bu tam bal verilməli olan bir cavabdır. Digər sağ tərəfdə olan hissəyə baxası olsaq, 2 nömrəli həllə baxası olsaq, burada yenə başlanğıc n daxil edilir, s-ə 0 verilir, n böyükdür 0. Yenə aşağı hissəyə baxın. N bərabərdir n çıx 1-dən dövrdən çıxma təmin olunur. Dövrün içində x verilib, x böyükdür 75 olduğu halda y bərabərdir 2x çıxılsın 56 hesablanıb. Yox qolunda y bərabərdir 10x plus 7 şərtə uyğun olaraq hesablanıb. Yenə burada da eyni formada abituriyent y-in 60-dan böyük olduğu halda y-in nəticəsini s-ə əlavə eləyir, n çıx 1-dən dövrü yekunlaşdırır və dövr bitəndən sonra baxın sol tərəfdə s-i çap eləyir. Burada deyə bilərsiniz ki, səhvlər ikinci if şərt blokunda sağ tərəfə həni yazıb, sol tərəfə yox yazmayıb. Bunlar xırda səhvlərdir. Bunlara görə normalda bal kəsilmir və ya tutaq ki, dövrə daxil olmaq üçün hədən istifadə edib, bura yox yazmağı yaddan çıxarıb. Baxın, belə şeylərə görə bal çıxılmır. Yəni, ümumiyyətlə sizin yazdığınız həlləri yoxlayan müəllimlər, ekspertlər baxırlar ki, siz ümumi məntiqi düz başa düşmüsünüz. Kiçik səhvlər nəsə hə, yox yaddan çıxıb. Hər ikisini yaddan çıxarsaz bəlkə bal kəsilə bilər. Amma həni yazmısınız, yoxu yaddan çıxarmısınızsa buna görə də bal kəsilmir. Mənim fikrimə görə bu həllərin hər ikisi tamamilə doğrudur və hər ikisinə tam bal verilməlidir. Dediyim kimi, bilmirəm bu həlləri yazan şagirdlər apellyasiya müraciətindən sonra onların balları artırıldı yoxsa yox. Videonu izləyirlərsə, elə şərh bölməsinə yazsalar yaxşı olar ki, apellyasiyaya müraciət etdilərmi, etdilərsə apellyasiyadan sonra nəticə nə oldu? İndi isə keçək başqa bir məsələyə. Baxın, bu altıbucaqlı məsələsi çox böyük bir problemdir. Bir çox hallarda hətta informatika müəllimləri də məndən soruşurlar ki, dövr hansı ilə qurulmalıdır? Onu bir də vurğulayım. Baxın, altıbucaqlı ilə dövr qurulması daha düzgündür müasir dövrdə. Səbəbini izah eləyəcəm. Amma əgər siz dövrü ROM vasitəsilə qurursunuzsa, bu da səhv deyil. Yəni, fikrimi səhv başa düşməyin. Hər iki formada dövrü qura bilərsiniz. Həm altıbucaqlı vasitəsilə, həm romb vasitəsilə. Altıbucaqlı daha yaxşıdır, birazdan izah eləyəcəm. Burada əsas məsələ oxun geri qayıtmasıdır. Yəni, hansından istifadə edirsinizsə eləyin, ox əgər geri qayıdırsa, dövrə qayıdırsa, artıq
sizin həllinizi yoxlayan ekspert baxacaq ki, siz burada dövr qurmusunuz. Hə, yox qolları sağ və sol tərəflərdə hə, yox qollarını vermisinizsə, təbii ki, bu zaman artıq yoxlayan mütəxəssis baxacaq ki, siz burada budaqlanma, yəni şərt vermisiniz, if-dən istifadə eləmisiniz. İndi isə keçirik başqa bir məsələyə. Baxın, mən burada belə bir şey eləmişəm əvvəlcədən, video çox uzanmasın deyə. Burada blok sxemləri Flowgortin vasitəsilə qurmuşam. Deməli, əvvəlcə bu bir nömrəli sol tərəfdə gördüyünüz həllin blok sxemini qurmuşam. Bunu blok sxem 1 adlandırmışam. Gəlin bunu göstərim sizə. Biraz miqyasda artıracağam rahat görə bilməyiniz üçün. Baxın, Flowgortin vasitəsilə qurulub. S bərabərdir 0. Elə abituriyentin yazdığı formada n daxil edilir, sonra x daxil edilir. Şərt burada yoxlanılır. Uyğun olaraq hə, yox qolunda əməliyyatlar icra olunur. Daha sonra Y-in nəticəsi yoxlanılır, n-1 dövrdən çıxmanı təmin eləyir. Ən sonda isə S çap olunur. Baxın, bu sol tərəfdə gördüyünüz bu bir nömrəli tapşırığın tamamilə eynisidir. İndi gəlin bunun düzgünlüyünü yoxlayaq, baxaq görək bu düzgün işləyirmi? Bundan ötürü nə edəcəm? Baxın, Flowgortimdə belə bir funksiya var. Buradan sürəti dəyişdirə bilirsiniz. Medium eləyəcəm, yavaş hərəkət eləsin ki, prosesləri görə bilək. Sonra burada pəncərələri aktivləşdirməkdən ötürü bir düymə var. Buradan da dəyişənlər və konsul pəncərəsini açıram. Miqyasları buradan plus düyməsi vasitəsilə biraz artıra bilərsiniz ki, hər şey daha rahat görsənsin. Və indi başlayacağıq prosesə. Kodu blok sxemi daha doğrusu işə salıram və n-i hal-hazırda daxil etməyimi istəyir. 5 yazacağam. 5 yazıramsa əgər 5 dənə dövr olmalıdır. İndi x-i daxil etməyimi istəyir. Baxın, şərtə görə x böyükdür 75-dirsə, əgər 75-dən böyük bir ədəd versək, bax, sağ tərəfə gələcək. İndi mən əgər x-ə 100 versəm, bu zaman 100 böyükdür 75 şərti ödəyəcək və 2x 2 vur 100 çıxılsın 56-dan 144 alıb gəlib burada sağ tərəfdən gedib toplamalıdır. İndi diqqətli şəkildə baxın, mən buradan 100 daxil edirəm, siz də sol tərəfi izləyin. Blok sxemin düzgünlüyünü yoxlayırıq. Baxın. Diqqətlə əgər baxdıqsa, gəldi sağ tərəfə, bunu hesapladı, y-i yoxladı, gəldi s artırdı. Bu yuxarı tərəfdə dəyişənlərin qiymətlərini də görə bilirsiniz onsuz da. Baxın, burada baxsaz, n-in qiyməti 4-dür, başlanğıcda 5 daxil eləmişdim, 1 çıxdı. S 144-dür, x 100 vermişəm, buradan da görə bilərsiniz və y-i 144 aldı, s-i də artırdı. Və bu şəkildə davam eləyəcəm. İndi 10 verəcəm, 10 versəm, baxaq görək nə olacaq. 10 versəm, şərt ödənməyəcək, buradan gələcək 10 vur 10 100, üstünə də 7 gələcək 107, 107-də yenə şərt ödənir və sağ tərəfdən gəlib toplamalıdır. Hətta gəlin sürəti biraz da azaldım ki, daha rahat görə biləsiniz. 10 qiymətini yazıram, enteri vururam, daxil edirəm. Bax, şərti yoxlayır, sola keçir, hesablayır, y-i yoxlayır, s-i toplayır, n-i birdən azaldır və təzədən gəlir məndən növbəti x-i istəyir. Hal-hazırda baxın, x-in 10 qiymətinə uyğun y-in qiyməti 107 oldu. 107 şərti ödədi, toplandı və bu şəkildə n azaldıb davam edir. Yaxşı, 2 dənə də yenə bir dənə 5 qiyməti verək. Biraz sürətləndirək artıq bunu. Bax, 5-də artıq y-in qiyməti, baxaq görək nə oldu? 57 oldu və toplamadan keçdi. Məsələn, bir dənə də 0 qiymətini verəcəm. 0 qiymətinə şərt ödənmir, 7 alır və 7 təbii ki, ikinci şərtdə ödəmir. Bir dənə də yenə 5 qiyməti verim və bu blok sxem artıq yekunlaşsın. 5 ons da əvvəl vermişdim. İndi baxın, bunu biraz yuxarıya doğru çəkəcəm. Bax, ilk mənim daxilədiyim ədəd 5, yəni bu o deməkdir ki, bu n-in qiymətidir və n-ə 5 verdimsə, dövr 5 dəfə icra olunmalıdır. Aşağıdan 1, 2, 3, 4, 5 dənə qiymət daxilləmişəm x üçün və hesablama əməliyyatı icra olundu. Nəticədə 251 qiyməti çap edildi. Yəni ki, bunun düzgünlüyünü yoxladıq və gördüyünüz kimi burada dövr 6 bucaqlı vasitəsilə, şərt isə romb vasitəsilə qurulub. Bu tamamilə doğrudur. İndi bunları bağlayıram və keçək digər nümunəmizə. Sağ tərəfə baxın. Hətta bunu tam ekran eləyim, daha rahat görə biləsiniz. Baxın, burada iki nömrəli həll verilib gördüyünüz kimi. Mən yenə də buna uyğun olaraq da blok sxemi qurmuşam. Blok sxem 2, keçirəm bu hissəyə. Və baxın, abituriyent necə yazıbsa, eyni formada burada kopyala yapışdır eləmişəm. Sürəti medium eləyəcəm və yenə pəncərələrə gəlirəm. Bu pəncərələr hissəsindən dəyişənlər və konsolu açıram. Yenə miqyası biraz böyüdəcəm ki, yazdıqlarını daha rahat görəsiniz. Eyni formada, eyni qiymətlərlə davam eləyək. Başladıq. N-i bizdən daxil etməyimizi istəyir. Yenə 5 yazacağım. Bayaq ilk qiymətimi 100 vermişdim, səhv eləmirəmsə. 100 üçün gördüyünüz kimi hesabladı. Yuxarıdan da qiymətləri izləyə bilərsiniz. Daha sonra 10 qiymətini daxil eləmişdim. Sonra 5 qiymətini daxil eləmişdim. 5 də toplamırdı. 0, 0 da yenə də toplamırdı. Bir dənə də 5 daxil eləmişdim. 251 almışdıq, səhv eləmirəmsə. Bəli, yenə də eyni qiyməti
almış olduq. Belə, bu nə deməkdir? Bu o deməkdir ki, hər iki blok sxem tamamilə doğrudur. Və son olaraq bunları bağlayıram. Keçirik dövrlərlə bağlı olan problemi istəyirəm tamamilə kökündən həll eləyək və nə edəcəyik? Bu dəfə dövrlərin qurulma qaydasını mən sizə göstərəcəm. Burada baxın, miqyası biraz artırım. Dövrün qurulma formasını göstərmişəm. Burada məsələ nədir? Sadə bir dövrdür. Gördüyünüz kimi n-i daxil eləyəcək, n sayda dövr davam eləyəcək, n-1-dən dövrü sonlandırırıq və OK çap olunmalıdır. Yenə gəlib buradan sürəti medium'a qoyuram, pəncərələrdən eyni qaydada pəncərələri açacağam, miqyasda sürətli şəkildə artırıram və yenə işə salaq bunu. Məsələn, bir 4 ədədini daxil eləyək, işə saldım. N üçün 4 daxillədim və 4 dənə dövr icra olunmalıdır. Hər dövrdə də bir dəfə OK çap olunmalıdır. Biraz da miqyası artırıram. Bunu istəyirsiniz bir dəfədə bir 3 qiyməti üçün yoxlayaq. Yenə işə saldım. 3 daxil edirəm klaviaturadan, işə salıram. Və gördüyünüz kimi bu dəfə də 3 dəfə OK sözü çap olundu. Bu, yəni altı bucaqla necə işlədiyini sizə göstərmək üçün olan bir nümunədir. İndi isə keçək başqa bir məsələyə. Baxın, bu hissəni seçirəm, delete vasitəsilə silirəm. Və mən bundan sonraki hissəyə dövr əlavə eləmək istəyirəmsə, baxın, bu oxun üzərinə flow algoritmində vururam. Bunu vuranda aşağı tərəfdə gördüyünüz kimi müxtəlif həndəsi fiqurlar çıxır. Baxın, dövr hissəsində gördüyünüz kimi 3 dənə while, for, do, 3 dənə gördüyünüz kimi dövr formatı verilib və 3-ü də altı bucaqlı vasitəsilə göstərilib. Bayaq dediyim məsələyə bir də qayıdıram. Romb vasitəsilə də dövrü qura bilərsiniz. Orada əsas xəttin istiqamətidir. Xətt geriyə qayıdırsa heç bir problem yoxdur. Amma müasir proqramlaşdırma dillərinə bax bu altı bucaqlı ilə qurulan dövr daha uyğundur. Məsələn, Python kimi proqramlaşdırma dilləri əgər orta məktəb kitabında tədris olunursa, dövrləri quranda da bax buna uyğun şəkildə qurmalıyıq. İndi hər birini göstərəcəm. Bax while və for, bunu onsuz da bilirsiniz Pythondan. Bax while və for, hər ikisinin qarşılığı burada var. Do var, do da son şərtli dövr alqoritmi kimi işləyir. Onu da göstərirəm sizə. Düzdür, buna çox ehtiyacımız olmur, amma yenə də göstərirəm sürətli bir formada. Əvvəlcə while dövrü bayaq göstərdiyimdir. Hə, bir də control hissəsi var burada. Gördüyünüz kimi aşağıdakı bizə lazım deyil. Proqramda belə bir şey yoxdur onsuz da. Control, yəni if şərt, bu da gördüyünüz kimi romb vasitəsilə göstərilib. Və hə, flow algoritm deyə bilərsiniz ki, nə proqramdır, kim istifadə edir, kim yaradıb. Dünyanın inkişaf eləmiş ölkələrinin böyük əksəriyyətində tədris sistemində flow algoritm istifadə olunur. Universitetlərdə tədris prosesində istifadə olunur, kolleclərdə və s. Bunu araşdırmışam. Çoxlu sayda, həqiqətən çoxlu sayda ölkələrdə istifadə olunur. Hətta yaxşı olardı ki, bizim də tədris proqramımıza daxil olunsun, orta məktəb proqramında flow algoritm tədris olunsun və biz də konkret olaraq bilək ki, blok sxemi hansı formada qurmaq lazımdır, hansı əməliyyat düzdür, hansı əməliyyat səhvdir, yoxsa hansısa köhnə Sovet dövründən qalmış kitablara əsaslanaraq blok sxemi qurmaq düzgün deyil. Yaxşı, while-i göstərdim, biraz əvvəl göstərdiyim format while idi. İndi for hissəsinə keçək. Baxın, foru bura əlavə elədik, üstünə klik eləyirik. Burada bir dəyişənin adını deyir bizə, bir də başlanğıc və son qiymətlər və addım. Gəlin belə eləyək. Bura bir dənə əlavə dəyişən daxil eləyək. Bura bir dənə i dəyişəni daxil eləyəcəm. Pythona uyğun olaraq quraq bunu və gəlirəm bu hissəyə. Deyirəm ki, dəyişənimin adı i-dir və i-nin qiyməti 1-dən başlayır. End hissəsinə də n yazacağam. N. Və addım hissəsi var, step hissəsi aşağıda 1. Bunu standart olaraq 1 olaraq saxlayıram, yəni 1-1 artsın. Misal üçün n-ə 5 versək, i-nin aldığı qiymətlər 1, 2, 3, 4, 5 olacaq və OK düyməsini vururam. Bunu da görə bilmək üçün bura bir output əlavə eləyib i-ni daxil eləyəcəm və bundan sonra bunu işə salıram. İndi n-i daxil eləməyimi istəyir, 5 yazıram n üçün və gördüyünüz kimi baxın, i-nin qiymətləri 1, 2, 3, 4, 5 ardıcıllıqla çap olundu. Yəni, normalda siz belə bir dövrdə qura bilərsiniz. Orta məktəb kitabında çox istifadə olunan bir şey deyil, amma dediyim kimi, əgər flow algoritm qəbula salınsa, əvvəlcə qəbula düşməsi üçün orta məktəb kitablarına daxil edilməlidir. Orta məktəb kitablarına daxil edilsə çox yaxşı olar. Niyə? Çünki baxın, bu for oxşuyur. Sadəcə bir dənə fərq var. Pythonda for dövrünü quranda ikinci dəyişən daxil deyil. Yəni, məsələn, 1 n yazırsınızsa 1 daxildir, n daxil deyil, amma alqoritm nəzəriyyəsində İlk qiymət və son qiymət daxil edilir. Gördüyünüz kimi mən n-ə 5 verdim. Burada qiymətlər 1, 2, 3, 4, 5 oldu. Və son olaraq gəlin bunu da bir silək və keçək dövrün son variantına do. Bu son şərtli dövr alqoritmi kimi işləyir. Dediyim kimi çox önəmli deyil, amma sürətli göstərim. Baxın, bura gəlirsiniz, burada bir şərt yazacaqsınız. N böyükdür, şrifti dəyişim. N böyükdür, 0 olduğu müddətcə dövr davam eləsin. Gəlirəm bura. Burada output qoyacağam və dırnağın daxilində yazıram OK çap eləsin. Və bir də dövrdən çıxmaq üçün yenə bura n bərabərdir. N çıx 1 yazmalıyıq. Burada gəlirəm n bərabərdir. N çıx 1 yazıram. OK düyməsini sıxıram. Yenə kodu işə salıram.
5 qiyməti yenə də daxil eləyəcəm və dövr başladı. Baxın. 1, 2, 3, 4, 5. 5 dəfə OK çap edildi. Və belə göstərəcəklərim bundan ibarət idi. Artıq yekunlaşdırıram videonu. Demək istədiyim şey nədir? Siz altıbucaqlı və ya rom fasiləsilə dövrü qura bilərsiniz. Heç bir problem yoxdur. Altıbucaqlıya görə sizdən heç kəs bal kəsə bilməz. Əgər sən düz yazmısansa, başqa bir yerdə səhv eləməmisənsə, səndən heç kəsin bal kəsmə kimi bir ixtiyari hüququ yoxdur. Amma bu kimi problemlərin aradan qalxmasının tək bir yolu var. O da maariflənmədir. O da orta məktəb kitablarına full algoritmin əlavə olunmasıdır. Əgər full algoritm əlavə olunsa, konkret olaraq bir sintaksis olacaq. Yəni biləcək ki, qaydalar nədir, dövr nə ilə qurulmalıdır, budaqlanma nə ilə göstərilməlidir və s. Bu vəziyyətdə isə, indiki vəziyyətdə isə dövrü sən quranda altıbucaqlıdan da istifadə eləsən, rompdan da istifadə eləsən, heç bir halda səndən bal kəsilə bilməz. Abituriyentlər üçün xüsusilə qeyd edirəm, əgər belə bir şey qarşınıza çıxıbsa, siz dövrü düz qurmusunuzsa, hər şey qaydasındadırsa, amma yenə də sizdən bal kəsilibsə, mütləq şəkildə apellyasiyaya müraciət edin. Hal-hazırda 16 iyuldur mən bu videonu çəkirəm və ikinci şans imtahanı üçüncü apellyasiya başlamayıb. Hələ cavablar açıqlanmayıb ümumiyyətlə. Cavablar açıqlandıqdan sonra apellyasiya müddəti bəlli olacaq və mütləq şəkildə hansısa bir şübhəniz olsa apellyasiyaya müraciət edin. Amma özünüz əvvəlcə yazdığınız blok sxemi yoxlayın. Ola bilər ki, altıbucaqlı ilə bağlı deyil problem. Ola bilər ki, əməliyyatı səhv qurmusunuz. Məsələn, mənə bir şagird də göndərmişdi. O X əvəzinə A yazmışdı. Dəyişənləri qatıb qarışdırmışdı bir-birinə. 2-də 1 bal vermişdilər. Yəni, məsələn, onun yazdıqlarına baxdım. Dedim ki, sənin yazdığında kifayət qədər qüsurlar var. Yəni, real olaraq düşünəndə ona 2-də 1 bal verilir. Həqiqətən də 2-də 1 bal verilmişdir. Məsələn, o hallar üçün apellyasiyaya müraciət etmək lazım deyil. Yəni, orada olanların da boş yerə vaxtını almayın. Ona görə birinci növbədə özünüz öz müəllimlərinizlə məsləhətləşin, məktəbdə olan müəllimlərinizlə əlaqə saxlayın. Soruşun ki, bu düzgündür, düzgün deyil, hər şey qaydasındadırsa, əmin olsanız ki, siz düz yazmısınız. İndi hər insan səhv eləyə bilir, hansısa bir texniki səbəbdən də bu ola bilər. Siz düz yazmısınız, amma bal kəsilib mütləq apellyasiyaya müraciət etməlisiniz. Belə, hər birinizə uğurlar arzu edirəm. Kanalımdakı digər videolarda görüşərik. Sağ olun.